uşaqlarla bağlı, bu çox yaxşı sualdır. Sən atan namaz qılmır, kafirdir, sizin qanı halaldır. Bu kimi şeylər ancaq bu kimi şeylər, bunun ətrafında söhbət edirlər. Din budur, din gəlib ki, sən qorxutsun, var bunlarda. Yəni, bunlar tohid dərdi çəkirlər. Və salam, onu deyirəm. Soruşur, sonra nə etməliyim, sonra deyir, budur. Sonra deyir, nə etməliyim, sonra deyir, uşaq böyüyəndə belə eləməlisən, deyir, ana ilə ata, ana namaz qılmır ki, ata yox, sən o evdən çıxmalısan. Orada namaz qılmırlar ki, deyir, sənə deyir, atanla anan deyir, belə izdivacları deyirsən, batıl oldu, deyir, namaz qılmayanın kəbini yoxdur, filan, bu kimi şeylər. Həqiqi mənada vəhşilik. Və deyir, onda deyir, çıxma o evdən, deyir, çıxmalısan o evdən. Fəzilətli şeyx, Allah sizi müvəffəq etsin. Bir sual verən deyir, Allah sizi qorusun. Əvvəlki dərslərinizdən birində qeyd etmişdiniz ki, həddi büluğa çatmış və ümumiyyətlə namaz qılmayan bir övlad işləməyə qadirdirsə, atasının onu evdən çıxarmalı haqqı vardır. Onun atası nə etməlidir? Atasına vacibdir, hətta vacib olaraq vacibdir ki, əgər oğlu namaz qılmaqdan imtina edərsə, onu evdən çıxarsın və öz halına tərk etsin. Qoy özü öz halını idarə etsin. Yaxud Allah subhanə və teala ona hidayət versin. Amma əgər özünü dolandıra bilmirsə, onda ata ona maddi dəstək verməyə davam etsin. Eyni zamanda onu namaza dəvət etsin və namazı əmr etməyə davam etsin. Bəli. Sonra deyir, Allah səni qorusun. Mən bu işi bəzi avamlara verdiyim bir dərsdə qeyd etmişdim. O zaman onlardan biri mənə dedi ki, şeyx, bəziləri nə? Sual verən. Mən bu işi bir dərsimdə avamlara izah etdim. Onlardan biri mənə etiraz edərək dedi ki, bu övladın daha da sapmasına səbəb ola bilər. Şeyx, o sapmışdı. O sapmışdı. Namazı zay edən, bu sapqındır. Namaz zay olduqdan sonra nə qalır ki? O, onsuz da sapqındır. Sən sevdiyini doğru yola yönətməyə qadir deyilsən. Lakin Allah istədiyini hidayətə yönəldər. O, doğru yolda olanları ən yaxşı biləndir. Deməli, sənə caiz deyildi ki, hətta ən yaxının olsa belə, namaz qılmayan və namazı tərk edən şəxsi evində saxlayasan və ona sığınacaq verəsən. Çünki belə bir şəxs ev əhlinə təsir göstərərək onları da poza bilər. O, məhz pozan ünsürdür. Əgər o yaşanağa qadirdirsə, yaxud özünü təmin edəcək qədər imkana malikdirsə, sən onu evdən çıxarmalısan ki, onun namazı tərk etməsi və səhlənkarlığı sənə və evinə zərər vurmasın və səni yandırmasın. Əgər onu evdən qovsan və o da getsə, aclıqdan ona heç bir təhlükə olmaz. Çünki onun maaşı var və onu təmin edən bir şeyi vardır. Bəli. الجوع لأنه عنده راتب عنده شيء أمنه نعم